futbolçularına təşəkkür etmək istəyirəm. Bugün çox yaxşı və çox yüksək səviyyədə bir oyun keçirdilər. Nəslidən asılı olmayaraq qələbə qazansaydıq, məğlub olsaydıq, heç-heçə bitdi. Fərqi olmayaraq komandamla bugün yaxşı, keyfiyyətli, samballı bir oyun gördüm. Keçən ilki oyuna bənzədi. Burada aramızda keçən oyuna bənzədi. Sonluq çox dramatik alındı. Halbuki %100 gol epizodu bizdə idi. Top xətti keçdi, keçmədi, ona baxmamışam, görməmişəm, amma həmin ataka döndü, qapımıza qolla nəticələndi. Halbuki biz fərqlənməliydik, %100 epizod bizdə idi. Ona baxmayaraq futbolçular irəli atıldılar və penalti qazanıb hesabı bərabərləşdirdi. Çox maraqlı, gərgin oyun alındı. Hər iki komanda yaxşı, baxımlı futbol oynamağa çalışırdı. Meydançanın da bugünkü keyfiyyəti bu iki komanda üçün yaxşı səviyyəli oyun göstərmək üçün tam yaxşı səviyyədə idi. Və belə olan halda görürsən ki, oyunların keyfiyyəti başqa səviyyədə keçir. Belə olduqda bütün oyunlarımız daha səviyyəli, daha baxımlı alınacaq. Futbolçularıma indi layiq olduqları yaxşı istirahəti verdi. 3 gün, 4 gün istirahət edəcəklər. Ondan sonra toparlanıb artıq növbəti oyunlara hazırlaşacaq. Təbii olaraq Gomisin qırmızı vərəqəsi bizi məyus elədi. Amma oyun elə gedirdi ki, hər iki tərəfdən qırmızılar ola bilərdi. Təəssüflər olsun ki, biz qırmızı aldıq və gəlin oyun buraxacaq. Sual var. Volkov Mişin oyunda zədələnib. Həm Volkov, həm Cibril isə 5-6 həftə bizdən olmayacaqlar. Bizim üçün çox böyük itki idi. Özünüz də gördünüz ki, ikinci hissədə hücum xəttini gücləndirmək istəyirdi, amma sırf hücumçumuz yox idi. Baqamovski meydanda olduğu dəqiqələrdə yaxşı işlədi, çalışdı. Amma artıq hiss olunurdu ki, yorğundur. Və ehtiyacımız vardı o dəqiqələrdə nominal forvarda, amma yoxumuz idi. Əməliyyat gözlənilir? Yox, əməliyyat yoxdur. 5-6 həftə. İkisində də Grade 2-də belə deyək, belə adlandırılır. Məlumdur ki, Baqamovski sizlərin ikinci oyuncudan çox istəyir. Ondan nə dərəcədə razısınız? Şüzanı qoyub bir kənara, yəni taktiki olaraq nə qədər fikirlər? Belə, ümumən individual olaraq dəyərləndirməyə gəlsə, ümumən mən ona razıyam. Yəni o hansı ki o fikirlərlə biz onu komandaya cəlb eləmişik, etimadımızı doğruldur, çalışır, istəklidir. Demək olar ki, hər oyunda oynadığı dəqiqələrdə meydanda %100 gol epizodu şansı olur. Bugün də yaxşı bir epizod oldu, ikinci, üçüncü dəqiqədə fərqlənə bilmədi. Bu şəkildə çalışıb davam etdikcə inşallah ki, düşünürəm günü-günə inkişaf edəcək və komandamızın faydalı oyuncularından birinə çevriləcək. Hücumda sıxıntı var, yəni bir oyuncumuza zədələndir, Volkov yoxdur. Ümumən bu hücum xəttinə çox ciddi problemlər yaşayırıq. Ta sezon başlayandan Utrix, Salifu, indi üstünə Mikesin zədələnməsi üstünə, Volkovun zədələnməsi üstünə, İsanın bizim hücumlarda nə qədər fəal olduğunu hamımız bilirik. Onun zədələnməsi və Konate məsələn dünən məşq eləməyib, qızdırması var idi, xəstə idi, amma artıq başqa bir variantımız yox idi. Məcbur o şəkildə meydana buraxdıq. Digər futbolçular var ki, hansılara ehtiyac var, hələ formanı bərpa eləsinlər. O yüzden də biraz hücum xəttində müəyyən sıxıntılar yaşayırıq, amma inşallah ki, düşünürəm öhdəsindən gələcək.